Salam dostlar, hər vaxtınız xeyir olsun. Riyaziyyat kitabı 1-ci hissə, 3-cü sinif 1-ci hissədəyik. Gəlin 12-ci səhifədən davam edək. Ədədin yazılış formaları neçə yüzlük, onluq və təklik kub təsvir olunub. Gəlin baxaq. Ədədin yazılış formaları ola bilər sözlərlə, rəqəmlərlə və açıq şəkildə. Sözlərlə belə yaza bilərik ki, 624. Eyni ədədi rəqəmlərlə yazsaq 624 olacaq və yaxud da açıq şəkildə 624. İndi bizə nümunə verir və sonrakını özünüz yazın deyir. 312, baxın bir də 312. 312-ni bir də rəqəmlə belə yazıb, açıq şəkildədir. 310 üstəgəl 2. Qalanlarında siz özünüz məşq edib yaza bilərsiniz. Ədədləri sözlərlə və açıq şəkildə yazın. Yazmıram, siz yazarsınız, yaşlı uşaqlar. Tak, sonra gedək baxaq başqa nə var. Verilən üç rəqəmli ədəd müxtəlif sayda təklik, onluq və yüzlüklərin cəmi kimi göstərmək olar. Məsələn, 123 ədədini belə təsvir etmək olar. Bu yüzlüyü ifadə edir. Bu 2 onluğu, bu isə 3. Eyni ədədi biz yaza bilərik. Yüzlük, onluq, bir dənə böyük onluq 13 təklik kimi daha doğrusu yaza bilərik. Və yaxud da yaza bilərik ki, yüzlük və 23 təklik kimi yaza bilərik. Eyni şeydirlər bunlar. Ondan sonra boş xanalara uyğun ədədləri müəyyən edin. 120 neçə onluq sayılır? 12 onluq sayılır. Ondan sonra 120 neçə yüzlükdür? 1 yüzlük, 20 təklik. 120 neçə yüzlükdür? 1 yüzlük, üstəgəl 1 onluq və 10 təklikdir. Oy, telefonu ötürdüm də. Və s. Eynən digər misallar da eyni ardıcıllığına gedir. İndi bizə bir də məsələ 50 verib. Elxan və Aynur fikirlərində hərəsi bir 3 rəqəmli ədəd tutdu. Elxan fikrində tutduğu ədədi şəkildəki kimi kublarla təsvir etdi. Neçə təsvir edib burada? Bir də qoy telefonu tutdum. Vərəqdə gəlir. Vərəqdə tutmağa çalışıram. 1, 2, 3, 4, 5. Deməli 5 Elxan nədir? Elxan fikrində 5 yüzlük, 3 onluq və 2 təklik. Bu 532. Aynur isə fikrində tutduğu ədədi təsvir etmək üçün bu kublara 2 yüzlük, 500-ün üstünə 2 yüzlük gəldə edir 700, 1 onluq, yəni 742 olur. Aynurun fikrində 742 idi. Sizcə Samir'in fikri doğrudurmu? 6 yüzlük, 1 onluq, 14 təklik ilə 5 yüzlük, 12 onluq, 4 təklik eyni ədədlərdir. Sizcə uşaqlar eynidir? Əlbəttə ki, eyni deyil. Necə eyni ola bilər? Birində 5 yüzlükdür, birində 6 yüzlükdür, üzr istəyirəm, digərində 5 yüzlük. Bir dayandı, oy. Ay, bismillah, qalmır. Birində 6 yüzlükdür, birində isə 5 yüzlük. Sizcə bunlar bərabər ola bilərmi? Və yaxud da eyni ədədlər ola bilərmi? Əlbəttə ki, xeyr. Və yaxud da ki, onluqları görürsünüz, fərqlidir. Təkliklərdən fərqlidir. Belə keçək 14-cü səhifə. Məsələ və misallar. Qanuna uyğunluğu müəyyən edin və boş yerlərə uyğun ədədləri tapın. Diqqət eləsəz, burada 100 artır. 402-dir, 502-dir, 602-dir. Deməli, ardınca neçə almalıdır? 702 və 802 gəlməlidir. Diğərində isə 844, ondan sonra 854. Neçə artdı? 10 artdı. Ardınca bu neçə olacaq? Bu olacaq 864, bu 874, bu da 884 olacaq burada. Diğərinə baxaq. Biraz uzaq tutum ki, aydın görünsün. Diğərinə baxaq. 567, 577, 587, eynən 10 artdır. 67, 77, 87, bu da 597 və 607 olacaq bu tərəfdəki.
Növbəti. Burada da 100 azalır. Diqqət eləsəz. 799, 699, burada olmalıdır neçə? 599, 499 və 399. Deyər, sizcə uşaqların fikirləri doğrudurmu? Gəlin baxaq, görək uşaqlar nə deyir? 840 ədədinin yüzlüklərinin sayı 1 vahid azaltsam, ədədin özü 100 vahid azalar. Bəli, düz deyir. Ondan sonra Səbinə nə deyir? Səbinə deyir ki, 840 ədədinin onluqlarının sayı 3 vahid artırsam, onluq, bax budur, 40. 40-ın üstünə 3 gəlsəm, 30 vahid artar. Bəli, Səbinə düz deyir. Verilmiş ədədlərə uyğun olanları seçin. 5 rəqəmin mərtəbə qiyməti 50-yə bərabərdir. Baxın, bu da 5 rəqəminin mərtəbə qiyməti 50-yə bərabərdir. Burada da 5 rəqəmin mərtəbə qiyməti 50-yə bərabərdir. 3 yüzlüyü 78 təkliyi var. Hardadır? 3 yüzlüyü 78 təkliyi var. Düz deyir. Təkliklərin sayı onluqların sayından 1 vahid kiçikdir. Təkliklərin sayı onluqların sayından 1 vahid kiçikdir. Məsəl üçün 54-də təklik onluqdan 1 vahid kiçikdir və yaxud da burada təklik onluqdan 1 vahid kiçikdir. Amma burada təklik onluqdan 1 vahid böyükdür. 4 onluğu, 4 təkliyi və 5 yüzlüyü var. Yəni ki, 544. 5 yüzlüyü varsa birinci 5 gəlir. Sonra onluq, sonra təklik. Eləyir 544. Aynur